özünün də gizlətdiyi bəzi şeylər var. Hansı ki, ehtiyat edir onu açmağa. Amma konkret onu deyə bilərəm ki, bu xanım ona çox güclü həm manipulyasiya edib, həm qorxu yaşadı buna. Gəlin belə danışaq da. Xanım deyir ki, baxın, ən əsas nüans nədir? Bəyək bizim dəyərli ekspertimiz dedi ki, əgər sizin dediyiniz kimi, əgər o deyir kimisə öldürə bilər falan, yəni də bu əgər xüsusiyyətləri varsa, siz özünüzün öz həyatınıza görə, belə övladınız olsa da, hər kiminiz olsa da onu yanınıza aparmağa razı olmazdınız. Düzdürmü? Heç kim cinayətkarı yanına gətirməz. Operasiya olub xəbəriniz yoxdur. Ay xanım, mənim övladım olsa belə, bilsəm ki, mənim canıma təhlükədir, mən onu yanıma gətirmərəm. Aparır psixiatrik balinsada yatıstıraram. Buna təhlükə deyil axı Zəhrə xanım. Siz niyə onu o mövzudan tutub gedirsiniz? Tamilə xanıma problem yaşatmır axı o qadın. Tamilə xanımı öldürməyə çalışmır axı. Bəli, bəli. Deməli, Tamila xanımın dediyi kimi deyil də o. Zəhrə xanım. Ərə verək. Psixologdan. O qorxur, o qadından qorxur. Mikrofona danış Zəhrə xanım, eşdək sizi. İcazə verin, mən bir göstərim. Deməli, mən Yaxındır. ətrafımda nə görmüşəm? Adamdır, psixoloji problem var, beyni, mərkəzi sizi pozulur. Amma o adamın tayfada qorxduğu bir adam olur. Hamını yıxıb sürüyür, vurur, amma bir adamı görəndə özünü yığışdırır. Siz bunu psixolog kimi məndən yaxşı bilməlisiniz. Həmən o, mən hiss elədiyimi deyirəm. Əslində bunun günahkarı Tamilə xanım deyil ki, Cəhanı ondan çəkinir. O sadəcə